20 il qabaq S-Class almaq üçün çox varlı olmalıydın. Elə indi də 5.5 kompresor saxlamaq hər oğlan işi deyil. AMG-nin 5.5 litrli V8 kompresor mühərriki 0-dan 100-ə kimi 4.9 saniyə, sürətlənmə 500 at gücü 700 Nm, fırlanmanı və mühərrikdən çıxan simfoniya kimi səs boğucu səsi. Əfsanə İtalyan dizayneri Bruno Sacconi'nin son əl işlərindən olan W220 S55 AMG-nin tam dörtlü ventilasiyalı əyləc sistemi, 4 qapının 4-ündə də qapı dartısı, açarsız giriş, panoramik lyuk. Salonda transmisiya başlığının üzərində açarsız mühərriki işə salma, 20 yaş olmağına baxmayaraq hələ də çox keyfiyyətli və yumşaq. Dəri oturacaqlar dirseyə altlığında eynə futları, çox maraqlı və qeyri-adi konstruksiyaya malik. Stəkan altlığı, 4 oturacağın 4-ündə də masaj, ventilasiya və isidici mövcuddur. Sürət və komfortu sevən arxa sərnişinlər üçün çox səssiz açılan qapı düymələri, isidici, ventilasiya, oturacağın elektron idarə olunması, başlığın elektron idarə olunması, iri dirsək altlığı, uşaq oturacaqları üçün Isofix, dörtlü klimat kontrolünün idarəetmə bloku, kosmetika güzgüsü və elegant mikrolifli əl tutacağı mövcuddur. Bu raketə oturan kimi isə AMG loqolu xrom ayaq altlar və idman pedalları səni qarşılayır. Bu S55 AMG yeganə Mercedeslərdəndir ki, burada Mercedeslilik var. Əsl Mercedes sürdüyünü burada hiss eləyirsən. Avtomobil cimbaladır, oxuyur, istənilən anda da hərəkətə hazırdır. Qaza reaksiya anidəndir, partlayıcı effekt verir. 500 at gücü həmin andaca təkərdədir. Salon tərtibatı, dəri, dizayn hamısı üst səviyyədədir. Düzdür, qəmli tarixi olan bir S-Class deyirlər bu avtomobilə. Nəyə görədir? Avtomobildə çox nəzərə çarpan plastik elementlərin deformasiyası olur. Məsələn, günlüklərdə olur və sair yerdə soft touch örtük olur ki, çox tez sıradan çıxırdı həmin vaxtlar. İndiyənə qədər də təsadüf eləyir. Avtomobil sahibləri həmişə bundan şikayət ediblər. Bu heç ona rəvac da vermir ki, bu avtomobildən imtina edəsən. Bu S-Class-da əsl S-Class oturuşunu alırsan, sol əlin sükanda, sağ əlin dirsək altlığında və rahat əmin şəkildə hərəkət edirsən. Bunun əslində səbəbi də var. Avtomobillə hərəkət edərkən sakit, təmkinli yolda davam eləyirsən. Deyək ki, sənə lazımdırsa ani sürətlənmə, avtomobil onu anidən partlayış kimi verir sənə. Kimi keçməyə lazımdırsa keçəcəksən, ötmə əməliyyatında heç vaxt problem yaşamayacaqsan. 5.5 litrli V8 kompresor, 500 at gücü, 700 Nm, fırlanmanı 0-dan 100-ə kimi 4.9 saniyə, sürətlənmə, ABC, askı sistemi, hidropnevmatik askı sistemi ki, məhz bu avtomobillərdə tətbiq olunub. Avtomobilin ən gözəl özəlliklərindən biri ki, 95% krenləmənin qarşısını alır. Yəni bu avtomobillə sən 200-dən belə bu test olunmuş formasiyalardır. 200-dən belə döngələrdə avtomobilin krenləməsi çox aşağı faizdə olur. 20 illik bu lüks sedanı ABC Sport və ESP off etməklə bir raketə çevirə bilirsiniz anidən. Avtomobildə tətbiq olunan həmin dövrün ən yüksək texnologiyaları ilə avtomobil həm drift kara, həm də race kara çevrilir.